Salam uşaqlar. Bugün 8-ci sinif yeni dərslik əsasında, biologiya dərsliyi əsasında 6-cı bölmənin izahına başlayırıq. 6-cı bölməmiz bizim heyvanlarda və insan orqanizmində çoxalmadır, insanda çoxalmadır. Biz bilirik ki, yer üzündə olan canlıların əsas xüsusiyyətlərindən biri də çoxalmadır və bu çoxalma sayəsində canlıların sayı fasiləsiz olaraq, deməli, yer üzündə bu çoxalma sayəsində həyat fasiləsiz olaraq davam edir, öz nəslini artırırlar, yəni və bu milyon illər boyu müxtəlif heyvan qruplarında fərqli çoxalma üsulları mövcud olmuşdur və çoxalma üsullarının bir neçə növ vardır. Belə ki, bu çoxalma üsullarının bütün müxtəlifliyini biz iki yerə böləcəyik. Qeyri-cinsi çoxalmaya və yaxud da cinsiyyətsiz çoxalma deyirik və cinsi çoxalmaya və yaxud da biz buna cinsiyyətli çoxalma kimi iki əsas hissəyə bölürük, iki əsas tipə bölürük. Və təbii ki, müxtəlif heyvanların da müxtəlif cür deməli fərqli-fərqli çoxalma xüsusiyyətləri vardır. Əksər heyvanlarda deyək ki, onların balaları yumurta qoyur və balaları yumurtadan çıxırlar və yaxud da ki, bəzi heyvanlar diri bala doğurlar və onlardan mayalanmış yumurta dişi fərdin bədənində inkişaf edir və doğulana qədər də onun hesabına, yəni dişi fərdin hesabına qidalanır. Amma doğulandan sonra da təbii ki, canlıların inkişafı da dayanmır və fərqli şəkildə gedir. Böyüməsi, inkişaf etməsi də fərqli olur və müəyyən qrup heyvanlar da var ki, onlar doğulduqdan sonra, yumurtadan çıxdıqdan sonra öz nəslinin qayğısına qalırlar, balalarının qayğısına qalırlar. Məsələn, burada bizə Nil timsahının deməli şəkli göstərilmişdir. O, belə deyək, sözün əsl mənasında balalarına analıq qayğısı göstərir. Belə ki, dişi timsahlar yumurta qoymaq üçün əlverişli yer tapıb, ora təxminən 50-yə yaxın yumurta qoyurlar və növbəti 3 ay ərzində onlar həmin o yuvanı qoruyurlar, düşmənlərdən, əlverişsiz şəraitdən qorumuş olurlar və balalar yumurtadan çıxan kimi dişilər ehtiyatla onları ağızlarına alır və suya daşıyırlar. Bəzi balalar yumurtadan çıxmaq üçün hətta onun qabığını sındıra bilməyəndə ana timsah ona kömək edir və ağzına alıb o yumurtanı sındırır. Növbəti 2 il ərzində də timsah balalarını qayğı ilə yanaşır, yəni bala qayğısına 2 il müddətində də bala qayğısına qalmış olur. Demək, 3 ay yumurtadan çıxana qədər öz balalarına qulluq edir, 3 ay. Onlar yuvanı düşməndən mühafizə edir. 3 ay müddətində balalar yumurtadan çıxır və 3 aydan sonra belə, yəni 2 il müddətində timsah öz balalarının qayğısına qalmış olur. Başlayırıq birinci mövzudan, heyvanlarda qeyri-cinsi çoxalma və yaxud da biz buna cinsiyyətsiz çoxalma üsulu da deyəcəyik. Hər bir orqanizmin ömrü müəyyən dövrə qədər təbii ki, davam edir və yer kürəsində hər saniyədə 10 minlərlə orqanizm məhv olur və müxtəlif səbəblərdən məhv ola bilər. Bəziləri qocalıqdan məhv olur, bəziləri xəstəlikdən ölür, bir qismi deyək ki, yırtıcılar tərəfindən məhv olunur və bu ölən yeni orqanizmlərin yerinə təbii ki, fasiləsiz olaraq yeni canlılar yaranır ki, təbii ki, bu da canlının əsas xüsusiyyəti olan çoxalma sayəsində mümkün olur. Və indi gəlin baxaq görək qeyri-cinsi yolla çoxalmanın hansı yolları var, hansı üsulları var. Ümumiyyətlə çoxalma nədir deyəndə, çoxalma orqanizmin bütün canlılara xas olan əsas xüsusiyyətlərindən biridir deyirik və çoxalmanın əsasında hüceyrələrin bölünməsi prosesidir. Hüceyrələr təbii ki, bölünür ki, çoxalma prosesi davam edir. Və orqanizmdə dedik, bayaq da dedik, iki tip çoxalma var, cinsi çoxalma var və qeyri-cinsi və yaxud da cinsiyyətli çoxalma və cinsiyyətsiz çoxalma var. Burada fəaliyyət göstərilmişdir. Bizə burada cinsiyyətsiz çoxalmanın və yaxud da biz buna qeyri-cinsi çoxalma da deyirik, haqqında belə deyək ki, fəaliyyət var. Bizə burada nə deyir? Bitkilərdə bizə məlum olan qeyri-cinsi çoxalma formalarının adlarını bura qeyd etmək lazımdır. Birinci çoxalma forması təbii ki, bu qeyri-cinsi çoxalmanın formasıdır. Buna 7-ci sinif dərsliyində də biz bununla tanış olmuşduq. Burada calaq üsulu ilə çoxalma deməli mövcud olmuş. Belə deyək ki, calaq üsulu ilə çoxalmadır. Orqanizmin adı götürdükdə bitki götürək. Bitkinin budağı gövdə deyək. Bitki yazaq. Bitki və bitkinin vegetativ orqan olan deməli gövdəsidir.
Qeyri-cinsi yolla çoxalmanın üsulu burada calaqdır. Və prosesin mahiyyəti nə üçün bu calaqla çoxalma aparılır? Ə, Ola belə ki, calaqaltı cır bitki olar və bu cır bitkinin meyvələri deyək ki, xoşumuza gəlmir, dadı, forması xoşumuza gəlmir və bizə lazımdır ki, bu bitkinin üzərində meyvələri daha şirin olan, meyvə olmasın və yaxud da ki, digər, yəni belə deyək də, bizə lazım olan əlamətlərə malik olan budağı biz bu calaq altına deməli calamış oluruq. Deməli, bura olur calaq altı, bu isə olur calaq üstü. Biz bilirik ki, təbii ki, calaq altının da kök sistemi daha yaxşı inkişaf etmiş olmalıdır ki, caladığımız bitki daha yaxşı inkişaf etmiş olsun. Digər bitki deməli o da bitkidir, orqanizm bitkidir və burada biz qeyri-cinsi çoxalmanın soğanaq vasitəsilə çoxalmanı görmüş olarıq. Və bunun da mahiyyəti odur ki, təbii ki, ə, alınan, yəni bu çiçəkdən alınan əlamət növbəti nəsildə də davam etsin. Bu irsi xüsusiyyət növbəti nəsildə olduğu kimi qorunub saxlansın. Ona görə bu üsulla bunu çoxaldırlar. Toxumla yox, məhz soğanaq vasitəsilə deməli laləni çoxaltmış oluruq. Qeyri-cinsi yolla və yaxud da dedik ona nə deyirik? Cinsiyyətsiz çoxalma üsulu deyirik. Bunun bir neçə xüsusiyyəti var. Cinsiyyətsiz yolla çoxalmada və yaxud da qeyri-cinsi yolla çoxalmada birinci burada yalnız bir fərd iştirak edir. Bir valideyn fərd iştirak edir. Bir fərd iştirak etmiş olur və bu zaman qeyri-cinsi yolla çoxalmada qametlər yaranır. Və üçüncü, alınan nəsil eyni ilə ana fərdin tam oxşarı olur. Tam ana fərdə oxşar olur. Sonra dördüncü, qeyri-cinsi çoxalma əlverişli mühitdə gedir. Beşinci, qeyri-cinsi çoxalmada daha böyük deməli enerji sərf olunmur. Enerji az sərf olunmuş olur. Və altıncı, qeyri-cinsi çoxalmada irsi əlamətlər nəsildən nəslə ötürüldükcə saxlanılır. Bax, bu qeyri-cinsi çoxalmanın əlamətləridir. İndi gəlin görək, heyvanlarda qeyri-cinsi çoxalmanın hansı növləri var? Biz bitkilərdə qeyri-cinsi çoxalmanın növlərindən danışmışıq 7-ci sinifdə. İndi isə burada heyvanlarda qeyri-cinsi yolla çoxalmanın hansı növləri var, ondan danışacağıq. Birinci danışırıq tumurcuqlanma yolu ilə çoxalma. Tumurcuqlanma yolu ilə çoxalmaya biz bağırsaq boşluqlular tipində, yəni hidradır, mərcan poliplərindir, bunları da müşahidə edirik və burada nə baş verir? Bəzən baxırıq ki, əlverişli mühit olduqda ana orqanizmin bədənində, baxın bu ana hidradır, onun bədənində bir qrup hüceyrələr başlayır bölünməyə. Bölünmə nəticəsində belə tumurcuğa bənzər bir şişkinlik əmələ gəlir və bu tumurcuq böyüyür. Onun deyək ki, qolcuqları, ağzı, deməli saplağı, döşənəyi formalaşmış olur və nəticədə tam yetkin bir orqanizmə çevrilir və çevriləndən sonra da ana fərddən qopur düşür və yeni bir orqanizm olmuş olur. Deməli, biz burada hidrada tumurcuqlanma yolu ilə çoxalmaya baxdıq və yaxud da ki, bilirik ki, mərcanlar koloniya əmələ gətirirlər və mərcan polipləri də tumurcuqlanma yolu ilə çoxalmaqla koloniyalar əmələ gətirir. Yəni, bir-birindən ayrılmırlar və hətta mərcan adalarını da bu şəkildə tumurcuqlanma ilə çoxalmaqla yaratmış olurlar. Heyvanlarda ikinci qeyri-cinsi yolla çoxalma forması fraqmentasiya yolu ilədir. Bu zaman deməli orqanizm bir neçə hissəyə bölünür. Məsələn, baxın burada biz ağ planaridə görürük ki, bir neçə bədəni bir neçə hissəyə bölürük və bədən hissələrinin hər birindən, baxın bu hissədən yeni orqanizm əmələ gəldi, bu hissədən yenisi yarandı, bu hissədən yeni ağ planari yaranmış oldu və fraqmentasiya bədən toxumalarının regenerasiyası hesabına baş verir. Deyək ki, planarinin bir hissəsini qopartdıq, həmin o hissəsindən regenerasiya olunur, bərpa olunur və digər hissələri formalaşır və yaxud da burada biz dəniz ulduzunu görmüş oluruq. Dəniz ulduzu da bu, yəni fraqmentasiya yolu ilə, regenerasiya yolu ilə çoxalmaya aiddir. Onun deyək ki, qopmuş bir hissəsi olur, baxın bədənindən bir hissə qopur, həmin o qopmuş hissəsindən yeni dəniz ulduzu formalaşır və yaxud da bu hissədə onun bədəninin bir hissəsi, bir qolu qopubdur, onun təzədən yeni
yeni qolunun inkişafını görmüş oluruq. Və yaxud da ki, biz soxulcanı görsək, soxulcanın iki hissəyə bölsək, nəticədə onun hər bir hissəsindən baxırıq ki, yeni soxulcanın inkişafını görmüş oluruq. Və fraqmentasiya yolu ilə çoxalma üsulu hansı canlılarda olur? Bağırsaq boşluqlularda, hidra olsun, və yaxud da mərcan polipləri olsun, yastı qurdlarda, baxın, axplanar yastı qurdlara aiddir. Həlqəvi qurdlarda, yəni soxulcan olsun və yaxud da ki, çox qıllı qurdlar deyək ki, olsun, həlqəvi qurdlara aid olan çox qıllı qurdları deyə bilərik. Nereiddir, qum qurdudur və dərisi tikanlılarda, bax burada gördüyümüz dəniz ulduzu, dərisi tikanlılarda biz deməli bu cür çoxalma üsuluna, fraqmentasiyaya rast gələ bilərik. Adətən həlqəvi qurdlardan olan çox qıllı qurdlarda bədənin ayrı-ayrı fraqmentlərindən yeni orqanizm yarana bilər. Baxın, bölünür, ayrı-ayrı fraqmentindən tamamilə yeni orqanizm yaranmış olur. Bu halda bir çox onurğasızlara xas olan itirilmiş orqanların bərpası orqan səviyyəsində regenerasiya baş verir. Yəni bu nə deməkdir? Baxın, dəniz ulduzunun bir qolu itibdir. Həmin onun itirilmiş orqanının təzədən bərpası baş verir ki, bu bərpa olunması regenerasiya yolu ilə olur. Və yaxud da ki, məsələn, onurğalı heyvanlardan suda qurda yaşayanlar üçün də bu səciyyəvidir. Deyək ki, belə deyək, bunu biz onlarda da görə bilərik ki, itirilmiş hissəsinin yenidən bərpasını, regenerasiya yolu ilə bərpa olunduğunu görə bilərik. Yəni, hansı səviyyədə? Orqan səviyyəsində və yaxud da ki, məsələn, sürünənlərdən kərtənkələnin quyruğunu itərək sonra yenidən o quyruğunun yerinə yeni orqanın yaranması, yəni quyruğunun yenidən bərpa olunması, bu da regenerasiyadır. Deməli, uşaqlar, fraqmentasiya ilə regenerasiyanı qarışdırmayaq. Regenerasiya itmiş orqanın yenidən bərpa olunmasıdır. Təbii ki, fraqmentasiyanın da əsasında bərpa olunmada regenerasiya dayanır, yəni bərpa olunma. Amma fraqmentasiya dedikdə bədən hissələrinin hər birindən yeni orqanizmin yaranmasını nəzərdə tutmuş oluruq. Bəzən orqanizm mexaniki zədələnmə nəticəsində hissələrə parçalanır. Məsələn, baxın burada axplanarda olduğu kimi görürsünüz, bədən 3 hissəyə bölünür və bu zaman həmin hissələrdən ana fərdə bənzəyən yeni orqanizm yaranır ki, bu regenerasiyanın əsasında dayanan fraqmentasiya yolu ilə çoxalmadır. Ümid edirəm bunları bir-birindən ayırd edə bildik. Burada bizə belə bir maraqlı bir fakt verilib. Deyir ki, mollyuskalarla qidalanan dəniz ulduzlarının sayını azaltmağa çalışan balıqçılar istəyirlər ki, deməli, dəniz ulduzlarının sayını azaltsınlar. Onları yarıya bölərək suya atıb, okeana atıblar. Ancaq onların hər bir hissəsi özünü təzədən bərpa edə bilir və nəticədə mollyuskalarla qidalanan dəniz ulduzlarının sayı 2 dəfə artdı. Çünki həmin o dəniz ulduzunun belə deyək, kəsilmiş hissəsindən hər birindən yeni bir dəniz ulduzu formalaşır. Təbii ki, 2 dəfə onun sayı artmış olacaq. Qeyri-cinsi yolla çoxalan orqanizmlər cinsi yolla çoxalan canlılara nisbətən ətraf mühitin dəyişməsinə daha zəif uyğunlaşa bilirlər. Sizcə bu nə ilə əlaqədardır? Çünki qeyri-cinsi yolla çoxalan zaman orqanizm yeni irsi əlamət, xüsusiyyət əldə etmir. O, genetik cəhətdən yeni əlamətlər qazanmadığına görə dəyişən mühit şəraitində uyğunlaşa bilmir. Amma cinsi yolla çoxalan orqanizmlərdə yeni bir xüsusiyyətlər yaranır. Yaranmış orqanizmlərin içində əlverişsiz mühitə uyğunlaşa bilənlər olduğuna görə onlar sağ qala bilirlər. Amma qeyri-cinsi yolla çoxalan canlılarda hamısı, yəni bütün yaranan fərdlər eyni xüsusiyyət daşıyır və eyni xüsusiyyət daşıdıqlarına görə də mühit şəraiti dəyişdikdə orada tab gətirə bilmirlər. Gəlin öyrəndiklərinizi tətbiq edin hissəsinə də baxaq. Burada şəkildə təsvir olunmuş orqanizmlər, yəni bu infuzor tərlikdir. İnfuzor tərlik, bu isə hidradır. Şirin su hidrasıdır. Oxşar və fərqli cəhətlərini müəyyən edin. Belə çoxalmanın mahiyyəti nədir? Oxşar cəhət odur ki, irsi xüsusiyyətlər dəyişmir. Burada bir valideyn fərd iştirak etmiş olur. Burada da bir fərd iştirak edir. Burada da bir fərd iştirak edir. Ətraf mühitin dəyişən şəraitinə deməli dözümlü belə tab gətirə bilmirlər, dözümlü ola bilmirlər. Bu ikisində oxşar cəhətidir. Bəs fərqli cəhəti nə olacaq? Təbii ki, fərqli cəhəti odur ki, infuzor tərlikdə və yaxud da bir hüceyrəli heyvanlarda ikiyə bölünmə yolu ilə gedir çoxalma. Növdür, infuzor tərlikdir, yaşıl evqliyenadır. Bunlarda ikiyə bölünmə yolu ilə gedir çoxalma.
Amma hidrada burada tumurcuqlanma yolu ilə çoxalmanı biz görmüş oluruq. Nəyə görə hidranın tumurcuqlanması prosesini qeyri-cinsi çoxalma hesab edirlər? Çünki bir fərd iştirak edir, əlverişli şəraitdə gedir, irsi dəyişkənliklər dəyişmir, yəni dəyişkənlik müşahidə olunmur. Burada daha sürətli gedən prosesdir. Bu proses az enerji sərf olunur və s. Ə, Gəlin öyrəndiklərinizi tətbiq edin. Yoxlayın hissəsinə də baxaq. Birinci sualda bizə nə deyilir? Nə üçün qeyri-cinsi çoxalma nəticəsində yaranan fərdlər ana orqanizmin tam oxşarı olur? Çünki burada bir valideyn fərd iştirak etmiş olur və valideynin bədən hüceyrələrindən yeni fərd yarandığına görə heç bir dəyişiklik yaranmır. Fraqmentasiya və regenerasiya prosesləri bir-birlərindən necə fərqlənir? Fraqmentasiya nəticəsində itmiş hissədən yeni bir orqanizm, tamamilə yeni bir orqanizm formalaşır. Regenerasiya dedikdə isə itmiş orqanın yenidən bərpa olunmasıdır. Qeyri-cinsi çoxalmaya aid deyil. Tumurcuqlama qeyri-cinsi yolla çoxalmadır. Hüceyrələrin çoxsaylı bölünməsi, bu da qeyri-cinsi yolla çoxalmadır. İkiyə bölünmə bir hüceyrəlilərdə qeyri-cinsi çoxalmadır. Yumurta hüceyrə və spermatozoid, bu isə qametlərdir. Qametlərin əmələ gəlməsi isə qeyri-cinsi yolla çoxalmaya aid deyil. O, cinsi yolla çoxalmaya aiddir. Dördüncü suala baxırıq. Qeyri-cinsi çoxalmanın üstün və zəif cəhətləri nədir? Üstün cəhəti odur ki, əlverişli mühitdə daha sürətli gedir, daha çox yeni fərd yaranmış olur. İlk dəyişmir. Zəif cəhəti odur ki, belə deyək, əlverişsiz mühit şəraitinə dözümsüz olurlar ki, bu da onların nəslini davam etdirməsində bir əngəl olur. Beşinciyə baxaq. Ağacların ətrafındakı torpağı yumşaldarkən təsadüfən kürəklə soxulcanları zədələyib iki hissəyə ayırdıq. Bu zaman nə baş verəcək? Bu zaman nə baş verir? Soxulcanın deməli iki hissəyə bölündükdə, təbii ki, əgər onun baş hissəsi zədələnməyibsə, o hissədən yeni soxulcan inkişaf etmiş olacaq, regenerasiya yolu ilə yeni soxulcan inkişaf edəcək. Digər hissəsi isə kiçik bir hissəsi qalırsa əgər, o məhv olub gedəcək. Bu qədər uşaqlar birinci bölmə. Ümid edirəm rahat bölmədir bu, rahat dərsdir. Yaxşı anlamış olacaqsınız. Sağ olun.